Soyadınız nədir? Mən kiməsə burada intervyu verməyə gəldim. Ad soyadınız nədir sizin? Bakıda Ümumdünya Şəhərsalma Forumunun keçirildiyi vaxtda paytaxtın mərkəzi hissəsində Bayır şəhəri adlanan ərazidə tarixi evlərin söküntüsü davam edir. Sakinlərin məlumatına görə təkcə son bir neçə gündə Əlövsət Quliyev, Zərgər Palan, Tolstoy və Murtuza Muxtarov küçələrində yaşı 100-ü ötən evlər sökülüb. Hətta Əlövsət Quliyev küçəsində yaşayan sakinin evinin alqı-satqı olmadan söküldüyü bildirilir. Memar və ictimai fəal Abdul Hüseynov Toplum TV-yə deyir ki, bəzi sakinlər şikayətlərinin nəticə vermədiyini görüb təklif olunan təzminatla razılaşır və evlərini tərk edir. Qalmaqda israr edən sakinləri isə müxtəlif üsullarla evlərini tərk etməyə məcbur edirlər. Əvvəlcə işıq söndürülür, qaz və sair digər hansısa kommunikasiyalar, ondan sonra yəni problem yaradırlar insanlara. İnsan ya dözə bilmir, ya evin misal üçün damını dağıdırlar, yağışdan sonra kommunikasiyada problem yaranır, işıqda axanlar baş verir və s.